Salam uşaqlar, gəlin bugün din yeni topluda olan güc başlığının suallarına baxaq. Başlayaq birinci sualımızdan. Nə deyir bizə? Deyir ki, watt vurulsun saniye ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur? Biz bilirik ki, watt nəyin vahidi idi uşaqlar? Gücün. Gücün də düsturu nə idi? M bərabər idi, A bölünsün T idi. Bütün işlərin vahidi, enerjilərin vahidi joule-dur. Zaman vahidi isə nədir? Saniyədir. Deməli, joule bölünsün saniyə bizə nəyi verir? Wattı verir. Yəni, gücün vahidi watt imiş. Daha sonra biz amma nə qeyd eləmişdi? Watt vur saniyəni tap. Watt dedik ki, joule bölünsün saniyədir. Saniyə də öz yerində. Onda təbii ki, zamanlar, yəni saniyələr ixtisar gedəcək. Qaldı joule. Joule da ya enerjinin, ya da bir digər tərəfdən işin vahididir. Burada da baxırıq bizə hansını verib elə? C variantı, yəni işi qeyd edib. Keçək baxaq indi ikinci sualımıza. İkinci sualda nə deyir? Kilowatt vur saat hansı fiziki kəmiyyətin ölçü vahididir? Yəni eyni şeydir uşaqlar. Sadəcə burada gördüyünüz kimi ölçü həddi dəyişib. Bu bizim kəmiyyətimizin, həmçinin vahidimizin dəyişməyi mənasına gəlmir. Yəni watt vur saniyə, watt vur saat, yəni kilo, mega, milli fərqi yoxdur. Nəyin vahidi olacaq? Əlbəttə ki, işin yaxud da enerjinin. O da bizə verilib elə. Yəni hansı variantda? B variantında. Üçdə nə deyir? Güc hansı ifadə ilə təyin olunur? Yazmışıq düsturunda birinci sualda. A bölü T ifadəsi ilə təyin olunur. İndi gəlin keçək dördüncü sualımıza baxaq. Dördüncü sualda nə deyir bizim üçün? Deyir ki, faydalı gücü 10 kW olan qaldırıcı kran yükü 0,5 metr bölü saniyə sabit sürətlə qaldırır. Yükün kütləsi nə qədərdir? İndi deməli, gəlin baxaq da gücün düsturlarını yazaq. Biri A bölünsün T idi. Daha sonra dedik ki, işin düsturu nədir? Fs-dir. Onda oldu Fs bölünsün T. S bölü T-dir uşaqlar. Bizə nəyi verdi? Təbii ki, sürəti. Onda deməli, gücün bir digər düsturu nə oldu? F. İndi baxıram ki, məsələnin şərtində bizə sürət verib. Məsələnin şərtində gücü verib. Onda bizim üçün əlbəttə ki, sərf edən düstur budur. M bərabər olacaq onda nəyə? F-yə. Bir digər tərəfdə məsələnin şərtində bizə nə deyir? Kütlə deyir. Onsuz da sənə sürətin qiymətini vermişdi, gücün qiymətini vermişdi. Onun yerində hər hansı bir əvəzləmə apara bilməzsən. Onda F-in yerinə kütlədən olan düsturunu, yəni mj-ni gətirib qoyaq. M bərabər olacaq. Onda nəyə? mj-v-yə. Gətirib bütün qiymətləri bircə-bircə yerləşdirək. Deməli, gücü vermişdi 10 kW, yəni 10 vur 10 üstü müsbət 3. 1 kilo uşaqlar 10 üstü müsbət 3-ə bərabərdir. Milli isə 10 üstü mənfi 3-dür. İndi kütləni verib, xeyr, kütləni bizə deyir tap. J-ni verməyib, amma J-ni, məsələn, burada indi suallara baxsaq görək, mütləq şəkildə mötərəzədə vermiş olacaq. Baxın, elə 18-ci sualda əlbəttə ki, J-nin qiyməti biz yerdən danışırıqsa, yaşadığımız planetdən danışırıqsa ona bərabərdir. V-imiz də neçədir? 0,5-dir. Onda buradan tapdıq ki, elə 10 vur 10 üstü 3 bərabərdir nəyə? 5-ə. Hər tərəfi 5-ə böləndə onda deməli M bərabər oldu. 2 vur 10 üstü müsbət 3-ə, yəni 2000 kiloqrama. Bizim kütləmiz 2000 kiloqram imiş. O da bizə hansı variantda verilib? B variantında. İndi gəlin keçək 5-ci sualımıza baxaq. 5-də nə deyir bizə? Watt bölünsün N. Vurulsun deyirəm, yox. Watt bölünsün nə verir bizə? N, yəni Newton. Watt bölünsün Newton ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur? Deməli, uşaqlar, dedik ki, watt nəyə bərabər idi? Joule bölünsün saniyə. Onda dərhal yazıram. Deməli, joule bölünsün nə oldu? Saniyə 2 dənə kəsir ola bilməz. Ona görə əlbəttə ki, saniyə düşəcək ümumi məxrəcimizə. Bir digər tərəfdə məxrəcdə Newton da var idi. İndi bir digər tərəfdən uşaqlar, biz bilirik joule işin, enerjinin vahidi idi. İşin düsturunu yazaq. A bərabər idi nəyə? Fs-ə. Bütün qüvvələrin dedik vahidi nədir? Newtondur. Yer dəyişmənin, yolun vahidi nə idi? Əlbəttə ki, metr idi. Deməli, joule da nəyə bərabər imiş? Newton vur metrə. Onda gətirib yazıram. Newton vurulsun metr, bölünsün saniyə, vur nəyə? Newtona. Newtonlar getdi. Qaldı nə? Əlbəttə ki, burada metr böl saniyə. Metr böl saniyə də təbii ki, uşaqlar, biz bilirik ki, nəyin vahididir? Sürətin vahididir. Baxın, metr böl saniyə. Onu da biz onu da harada verib diqqət eləyək. Sürəti deməli D variantındır. Yəni 5-də cavabımız olacaq D variantı. İndi gəlin keçək baxa 6-cı sualımıza. Joule bölü saniyə uşaqlar. Bunu birinci sualımızda elə qeyd elədik. Təbii ki, watt idi. Watt da nəyin vahididir? Gücün vahididir. Yəni Y variantı. Keçək indi baxaq 7-ci sualımıza. 7-də işin görülmə yeyinliyini xarakterizə edən kəmiyyət güc idi. Vahid zamanda işin görülmə yeyinliyini xarakterizə edən kəmiyyət gücdür. İndi 8-də nə deyir? Görülən işin, bu işin görülməsinə sərf olunan zamanın nisbətinə bərabər kəmiyyətimiz. Görürsünüz nə deyir? Görülən işin, bu işin görülməsinə sərf olunan zamanın nisbəti. A bölü T nə idi? Əlbəttə ki, gücü idi. Onu da verib bizə yenə hansı variantı ilə? A variantında. İndi 9-cu sualda nə deyir bizim üçün?
Deyir ki, hansı qrafik mühərrikin gücünün sabit qiymətində dartı qüvvəsinin cismin sürətindən asıllığına uyğundur. Baxın, şərtdə bizə deyir ki, gücün sabit qiymətində, yəni mütləq şəkildə elə bir düstur artıq götürməlisən ki, orada güc olmalıdır. Həmçinin bir də nə istəyir? Dartının da sürətdən asıllığını. Bunların birgə iştirak etdiyi düstur əlbəttə ki, hansı idi? Bayaq gücün düsturlarını baxın, hamısını çıxardıq. N bərabər idi nəyə? F-B-yə yazırım. N bərabərdir F dartı vurulsun nəyə? V-yə. İndi gəlin buradan dartını tapaq. Onda deməli F dartı nəyə bərabər olacaq uşaqlar? Yanakı kəmiyyətlər tərs asılıdır. Dartının yanında olan sürət düşəcək məxrəcə, N isə qalxacaq sürəti. Deməli dartı qüvvəsi gücün sabit qiymətində sürət ilə necə aslıymış? Əlbəttə ki, tərs aslı. Onu da bizə verib elə. Hansı variantda? D variantında. İndi keçək 10-cu sualı. Onda isə artıq bunun tərsini istəyir. Gücün sabit qiymətində deyir ki, V F-dən necə asılıdır? İndi gəlin baxın. N bərabərdir F-dən V-ni tapaq. V bərabər olacaq yenə nəyə? N bölünsün F dartıya. Yanakı kəmiyyətlər tərsdir. Yenə baxıram ki, bizim sürətimiz artıq dartı qüvvəsindən necə asılıdır? Tərs asılıdır. Çünki biri sürətdə, kəmiyyətlərdən biri məxrəcdədirsə, bu tərs asılığı idi. O da bizə qeyd olunub. Hansı variantda? A variantında. İndi gəlin baxaq 11-ci sualımıza. Nə deyir bizə? Kiloqram vur metr kvadratı bölünsün saniyə kubu ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur? İndi həmişə kiloqram vur metr böl saniyə bu kimi ifadələr olanda çalışın ki, belə ifadələri gətirin Newtona. Newton həddi ilə ifadə edin. Oradan sonra wattdımı, joule-dumu artıq aydınlaşdıra bilərik. İndi gəlin baxaq da yazaq deməli kiloqram vur metr kvadratı bölünsün nəyə? Saniyə kubunu. Uşaqlar, mən bilirəm ki, Newton nəyin vahidi idi? Qüvvənin. Qüvvənin düsturu nə idi? M idi. Kütlənin yerinə gətirib qoyursunuz kiloqram, təcili yerinə qoyurduq metr böl saniyə kvadratı. Yəni Newton nəyə bərabər imiş? Kiloqram vur metr böl saniyə kvadratını. Onda gəlin bax, bunu da belə yazıram artıq. Deməli, kiloqram vur metr bölünsün, deməli, saniyə kvadratı vur saniyə kimi. Baxın, bu bizə nəyi verdi? Kiloqram vur metr böl saniyə kvadratı bizə verdi, təbii ki, Newtonu. Onda baxın, yazdıq. Newton. İndi bir digər tərəfdən gəlin yazaq. Newton vur metr bölünsün nə qaldı? Saniyə. Newton vur metr isə nə idi uşaqlar? Biz dedik ki, joule idi. Çünki baxın, joule nəyin vahidi idi? İşin yaxud enerjinin elə açılışı işdən gəlirdik. A bərabərdir F-dən. F-in yerinə Newton, bir digər tərəfdən S-in yerinə də metr qoyanda təbii ki, bizə nəyi verirdi? Elə joule verirdi. Deməli, baxın, bu Newton vur metr də bizə joule verdi, yazırıq. Joule bölünsün saniyə. Əlbəttə ki, joule bölünsün saniyə də biz dedik ki, nədir? Wattdır. A bölünsün T. Watt da nəyin vahididir uşaqlar? Deməli, watt da olur gücün vahidi. Onu da verib bizə elə hansı variantda? Y variantında. Yəni 11-də cavabımız Y'dir. İndi gəlin keçək 12-də. 12-də uşaqlar bunun tərsidir. Deməli, deyir ki, gücün vahidinə uyğundur. Gücün vahidi watt idi. Wattı da kiloqramla metrdən, saniyədən ifadə edən də olmuşdu nə? Kiloqram vur metr kvadratı böl saniyə kubu. Onu da harda qeyd edib elə? A variantında. Gəlin indi keçək baxaq 13-cü sualımıza. 13-də nə deyir bizə? Deyir ki, mexanizmin gücünün zamanı asılı qrafiki verilmişdir. İlk 10 saniyə ərzində mexanizmin gördüyü işi hesablayın. Deməli, işin elə bir düsturu lazımdır ki, bizə N var, T var. Baxın, bunların iştirak etdiyi. Bunu da deməli yazırıq. Baxın, N bərabər idi nəyə? A bölünsün T-yə. Və buradan A-nı tapanda nə verir bizim üçün? N, T idi. Və biz də fizikada belə bir qayda demişdik ki, hasil olan düstur varsa, plus bizə baxın, qrafik asıllıq versə, məsələnin şərtində, həmişə nəyə gedirik uşaqlar? Fiqurun sahəsinə. Yəni, biz burada işi fiqurun sahəsinə görə nə edəcəyik? Hesablayacaq. İndi diqqət eləyək. Baxıram ki, qrafikin aşağısında qalan fiqur hansı fiqurdur? Diqqət eləyin, üçbucaq. Düzbucaqlı üçbucaqdır. Onda sahə düsturu nə idi? Əlbəttə ki, AB bölünsün 2. Yaxud da AH bölünsün 2. Necə hərfləndirin, fərqi yoxdur. Deməli, oturacağımız neçədir uşaqlar? Gəlin baxaq. Oturacağı deməli bizə verib burada, diqqət eləyirik, 10 verib. Hündürlüyümüz nə qədərdir? 20-dir. Deməli, 10 vurulsun 20 bölünsün 2. O da təbii ki, bizə neçə verdi? Elə 100. Yəni, bizim burada gördüyümüz iş nəyə bərabər imiş? 100 joule. C variantı. Cavabımız da oldu C ilə. İndi gəlin keçək baxaq burada. Gəlir bizim hansı sualımız? 14-cü sualımız. Mühərrikin gücünün sabit qiymətində avtomobilin sürəti 4 dəfə azaldıqda mühərrikin yaratdığı dartı qüvvəsi, bayaq dartının düsturunu çıxarmışdıq uşaqlar. Deməli, N bərabər idi dedik nədir?
F dartı vurulsun V idi. Və buradan F dartını tapanda olacaq nəyə? Təbii ki, M bölünsün V-yə. İndi nə deyir bizə? Sürət 4 dəfə azaldı. Sürətin 4 dəfə azaldığı yerdə dartı 4 dəfə nə edəcək? Təbii ki, artacaq. Çünki tərs aslıdır var. O da harda verilib bizim üçün elə C variantında. Keçək baxaq 15-ci sualımıza. 15-də nə deyir? Bu dəfə tərsidir. Sürət 4 dəfə artanda dartı qüvvəsi necə dəyişəcək? Dedik axı tərs aslıdır. Sürət 4 dəfə artırsa, dartı artıq 4 dəfə azalacaq. Yəni cavab olacaq Y variantı. İndi gəlin baxaq 16-cı suala. 16-cı sualda nə deyir bizim üçün? Yenə N-in T-dən asılı qrafikini verib və məndən işi soruşur uşaqlar. Dedik ki, işin düsturu nədir? A bərabərdir NT-dir. Hasil olan düsturdur. Plus qrafik verilib. Cəld nəyə getməliyik? Fiqurun sahəsinə. Baxıram ki, bu hansı fiqurdur? Bu artıq diqqət edirik ki, trapesiyadır. Deməli, trapesiyanın sahəsi nə idi uşaqlar? Trapesiyanın sahəsi də o idi ki, böyük oturacaq, plus kiçik oturacaq, bölünsün 2, vurulsun nə idi? Hündürlüyümüz idi. İndi gəlin hesablayaq da buradan işimizi. Böyük oturacağımıza diqqət eləyən neçədir? 0-10 aralığı, yəni 10-dur. Kiçik oturacağımız neçədir? 4-10 aralığı, yəni 6-dır. Hündürlüyüm neçədir uşaqlar? Hündürlüyüm isə 50-dir. Deməli, buradan tapandığında A bərabərdir. 16 bölünsün 2, yəni 8. 8 vurulsun da 50. Təbii ki, bizə nə verəcək? 400 joule. O da bizim üçün təqdim olunub hansı variantda? D variantında. İndi gəlin baxaq 17-ci sualımıza. Görək 17-ci sualda nə deyir bizə? Yenə bayaqkindən uşaqlar. N-in T-dən asılı qrafikini verib və işi istəyir. İşin düsturu dedik ki, NT-dir, yəni hasil olan düsturdur. Fiqurun sahəsinə getməliyəm. Bu da hansı fiqurdur qrafikin? Baxırıq ki, aşağısında qalan üçbucaq. Üçbucağın da sahəsi dedik nə idi? AH bölü 2. İndi oturacağımız neçədir? Diqqət eləyək. Oturacağımıza baxırıq ki, deməli bizə verib 5. Hündürlüyü verib neçə? 10. Bölünsün 2, onda 5 vur. 10 bölü 2. O da təbii ki, neçə verəcək? 25 joule. Yəni işim 25 joule'a bərabər imiş. O da bizə B variantında qeyd olunub. İndi gəlin baxaq 18-ci sualımıza. 18-də nə deyir bizə? Deyir ki, kütləsi 1 ton olan avtomobil gücünü 60 kW-a çatdıraraq üfüqi yolda 54 km/saat sürətlə düzxətli bərabər sürətlə hərəkət edir. Təkərlə yol arasındakı sürtünmə əmsalını hesablayın. Baxın, bu bizim sürtünmə mövzumuzdan inteqrasiya olunan bir sualımızdır. Burada bizə nə deyir? Diqqət edin, üfüqi yolda 54 km/saat sürətlə düzxətli bərabər sürətli hərəkət edir. Və məsələnin də şərtində bizə deyir sürtünmə əmsalını tap. Əlbəttə ki, sürtünmə əmsalı varsa, sürtünmə qüvvəsi var. Və baxıram ki, burada məsələdə hər hansı bir sürtünmə qüvvəsinin qiymətini bizə qeyd edib, xeyr, qeyd eləməyibdir. Amma mən bilirəm ki, bərabər sürətli hərəkətdə sürtünmə qüvvəsi ilə dartı qüvvəsi bir-birinə bərabərdir uşaqlar. Düzdür, biz dedik ki, mühərriklə bağlı bizim artıq sistemlərimizi, cisimlərimizi hərəkətə gətirən nə idi? Dartı qüvvəsi idi. Yəni, mühərrik varsa, dartı qüvvəsi mütləq var. Mütləq desə də, deməsə də biz bunu bilməliyik. İndi bir digər tərəfdən sürtünmə əmsalının olması bizə sürtünmə qüvvəsinin olduğunu vurğulayır. Və saxı sürtünmə qüvvəsi ilə bağlı bir ipucu yoxdur. Mən hardan artıq bilməliyəm? Bilməliyəm ki, bərabər sürətli hərəkətdə biz sürtünmə dərsində belə bir qeyd demişdik. Dartı və sürtünmə qüvvəsi bir-birinə bərabər olur. M bərabərdir, F dartı vurulsun V düsturu deyildi. İndi F sürtünmə vurulsun V yazaq. Heç bir fərqi yoxdur. Yəni, demək istədiyimiz odur ki, bərabər sürətli hərəkətdə dartı sürtünməyə, sürtünmə dartıya nədir? Bərabərdir. İkisindən hər hansı birini veribsə, gətirin, yerinə qoyun, nəticə çıxarın. İndi deməli, dartı qüvvəsindən danışmayıb, sürtünmə əmsalını gördüyümüz təqdirdə sürtünmə qüvvəsinin olduğunu bildik. Ona görə gətirib nə yazıram? F sürtünmə vurulsun V-yə. İndi baxırıq ki, bizdən istədiyi nədir? Sürtünmə əmsalı. Onda sürtünmə qüvvəsində MJ düsturunu tez gətirib yerinə qoyaq. Olacaq onda nə? N bərabərdir, MJ vurulsun V-yə. Bütün qiymətləri indi bircə yerinə qoyaq. Deməli, gücü verib 60 kW, yəni 60 vurulsun 10 üstü müsbət 3. Dedik ki, kilo 10 üstü müsbət 3-dür. Sürtünmə əmsalını tap deyir bizim üçün. Bir digər tərəfdən kütləni verib 1 ton. 1 ton 1000 kiloqramdır. 1000 kiloqramı da gəlin 10 üstü 3 kimi yazaq. J-imiz 10-dur, mötərəzədə qeyd edib. Sürətimiz 54 km/saatdır. Onu da uşaqlar deməli 18-də 5-ə vuraraq gəlin çevirək metr böl saniyə. Deməli, burada qalacaq 3. 3-ü də 5-ə vuranda 15 metr böl saniyə imiş. İndi 10 üstü 3-lər getdi. Qaldı burada nə? 60 bərabərdir. Deməli, mu vurulsun 10, vurulsun 15. Hər tərəfi gəlin 15-ə bölək. Təbii ki, burada qalacaq onda nə? 10 mu bərabərdir 4-ə. Mu da bərabər oldu. Nəyə uşaqlar? 0,4-ə. Və biz bilirik ki, sürtünmə əmsalı adsız kəmiyyətdir, vahidi yoxdur. Cavab da nədir? C variantı.
İndi gəlin baxaq 19-cu sualımıza. 19-cu sualda artıq burada bütün qiymətləri verib bizə. Deyir ki, gücü hesabla. Deməli, yenə eyni ifadədir. Çünki sürtünmə misalı varsa sürtünmə qüvvəsi var. Artıq dartı qüvvəsi yox. Dartının yerinə bərabər sürətlə hərəkət dediyi üçün sürtünmə qoymaq ixtiyarımız var. Gətirib sürtünmədən əvəzləyirik. N bərabərdir onda F sürtünmə vurulsun V-yə. Sürtünmə qüvvəsində düsturu əlbəttə ki, nədir? Sürtünmə misalına söhbət gedirsə, mu mj vurulsun V-dir. İndi N bərabərdir. Mu verib 0,5, kütləni verib 1,5 ton, yəni 1,5 vur 10 üstü müsbət 3. Kütlə vahidi ton deyil. BSD nədir beynəlxalq vahidlər sistemində? Kiloqram. J'miz 10'dur. Sürətimiz də 36 km/saatdır. Yenə onu 18-də 5'ə vuraraq metr/saniyəyə çevirirəm. O da təbii ki bizə nə verəcək? 10 verəcək. Baxın bu vergüldən, bu sıfırdan daha doğrusu bu sıfırımız getdi. Bu vergüldən də bu sıfır apardım. Onda deməli qaldı burada nə? N bərabərdir 5 vurulsun 15 vurulsun 10 üstü müsbət 3. Cavabı bizdən kilodan istəyir. Yəni 10 üstü 3 ilə kilonun paydı. 5'i də 15'ə vuranda təbii ki neçə elədi uşaqlar? 75. Yəni cavabımız 75 kilovat imiş. O da bizə B variantında qeyd olunub. İndi keçək baxaq 20-ci sualımıza. 20'də nədir bizim üçün? Watt vur saniyə bölünsün metr kvadratı ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur? Deməli uşaqlar dedik ki, watt gücün vahidi idi. N bərabərdir A bölü T-dən. Joule bölünsün saniyə idi wattımız. Gətirib yazaq onda. Deməli watt vur saniyə bölünsün metr kvadratı. Wattın yerinə gətirib yazırıq joule bölünsün saniyə. Joule böl saniyə vur saniyə, məxrəcdə də metr kvadratı var idi. Getdi uşaqlar, qaldığında nə? Joule bölünsün metrin kvadratı. Bir digər tərəfdən joule da nəyin vahidi idi? İşin vahidi idi. Yəni A bərabər idi Fs-dən, qüvvənin yerinə Newton, yer dəyişmənin yerinə metr. Bu da əlbəttə ki bizə nəyi verir? Joule. Yəni joule'un da yerinə Newton vur, metr əvəzləməsi aparırım. Onu da deməli joule bölünsün metr kvadratı qalmamışdı. Joule'un yerinə gətirib Newton vur metr yazanda Newton vur metr böl metr kvadratı. Gedəcək metrlərimiz qaldı Newton böl metr. Və biz də bunu elastiklik dərsində sərtlik əmsalının vahidi olaraq qeyd eləmişdik. Newton böl metr sərtlik əmsalının vahididir. O da hardan gəlir? Gəlin burada da göstərim. K bərabər idi nəyə? F bölünsün x-ə. Qüvvənin vahidi təbii ki Newton idi. Uzanmanın da vahidi yaxud delta eldən də yaza bilərsiniz. Heç bir fərqi yox idi. Metr idi. Yenə qeyd edirəm, təbii ki bu nəyin vahididir uşaqlar? Sərtlik əmsalı, yəni sərtliyin. O da bizə D variantında qeyd olunub. İndi gəlin keçək 21-ci sualımıza baxaq. 21-də nə deyir bizim üçün? Kök altında watt vur saniyə bölünsün kiloqram vur metr kvadratı. Yenə gəlin başlayaq da. Deməli watt vur saniyə bölünsün kiloqram vur metrin kvadratı. Wattın dedik ki burada artıq bərabərliyi nə idi? Joule bölünsün saniyə idi. Onu da yazıram. Joule böl saniyə vur saniyə. Məxrəcində kiloqram vur metrin kvadratı öz yerində. Saniyələrimiz getdi uşaqlar. Qaldında nə? Joule bölünsün kiloqram vur metri nə kvadratı. Joule da dedik nəyə bərabər idi? Newton vur metrə. Onda deməli gəlin buradan yazaq. Newton deməli vur metr bölünsün kiloqram vur nəyə? Metrin kvadratına. Metrlərimiz getdi. Onda qaldı deməli nə? Newton bölünsün kiloqram vur metr. İndi Newton da dedik ki artıq bərabərliyi nə idi? Kiloqram vur metr böl saniyə kvadratı. İndi yazıram. Kiloqram vur metr bölünsün saniyə kvadratı. 2 dənə kəsr ola bilməz. Saniyə kvadratı düşəcək məxrəcə. Əvvəlcədən məxrəcdə nə var idi? Kiloqram vur metr. Kiloqram vur metrlər getdi. Qaldı 1 bölünsün kök altında saniyə kvadratı. Əlbəttə ki bu da 1 böl saniyə kimi kökdən çıxacaq. Və bu da təbii ki nədir? Tezliyin vahidi idi. 1 böl saniyə, hertz, saniyə üstü mənfi 1. Hamısı tezliklərimizin vahidi idi. Onu da qeyd edib bizim üçün hansı variantda? Y variantında. İndi gəlin keçək baxaq 22-ci sualımıza. 22-ci sualda nədir bizim üçün uşaqlar? Watt bölünsün Newton vur saniyə. Bu isə nəyin vahididir? Deməli, watt bölünsün Newton vurulsun nə? Saniyə. Wattın açılışı dedik nədir? Yaxud da watt nəyə bərabər idi? Joule bölünsün saniyəyə. İndi 2 dənə kəsr ola bilməz. Saniyə ona görə düşdü məxrəcə. Məxrəcdə nə var idi? Əvvəlcədən Newton vur saniyə var idi. İndi Joule nəyə bərabər idi? Bəs Newton vur metrə. Bunu da gətirib yazıram. Newton vur metr bölünsün oldu nə məxrəcdə? Newton vur saniyə kvadratı. Newtonlar getdi uşaqlar. Metr böl saniyə kvadratı qaldı. Əlbəttə ki bu da nəyin vahididir? Təcilin vahididir. Onu da bizə verib elə hansı variantda? A variantında. İndi gəlin keçək baxaq 23-cü sualımıza. Nə deyir bizə? İşin işarəsi cismə tətbiq olunan, deməli əlbəttə ki cismə tətbiq olunan qüvvənin təsir istiqamətindən asılı idi uşaqlar. Deməli onda gələcək 1-ə nə?
qüvvəni harda vermişdi də 1-də. Əgər cismə təsir edən əvəzləyici qüvvə ilə yerdəyişmə arasında qalan bucaq 90 dərəcədən kiçik idisə, demişdik ki, uşaqlar, iş müsbət qiymət alır. 90-a bərabər idisə 0 idi. 90-dan böyük idisə, artıq bu zaman necə qiymət alırdı? Mənfi qiymət alırdı. Deməli, 90-a kimi müsbət qiymət neyinir? Alır. Ona görə deməli, bura gələcəyinə 2. 90-dan böyük olanda necə qiymət alır dedik artıq? Mənfi qiymət alır. Amma gözləyin, burada nə isə deyəsən boşluq kimi buraxdım mən. Əgər cismə təsir edən əvəzləyici qüvvə ilə yerdəyişmə arasında qalan bucaq, elə düz yazmışıq. 90-dan kiçikdirsə müsbət qiymət alır. Daha sonra mənfi deyir, onda 90-dan böyük olmalıdır, yəni 3. Daha sonra 0 deyir, o da nə idi? 90-a bərabər olma. İndi yeyinliyini xarakterizə edən kəmiyyət, təbii ki, bu da nədir? İşin görülmə yeyinliyini xarakterizə edən kəmiyyətimiz nə adlanırdı? Güc adlanırdı. Bayaqdan tərif kimdə? Buna onsuz da əvvəldə də baxmışdıq. Deməli, 6, 5. Yəni 1, 2, 3, 4, 6, 5. 1, 2, 3, 4, 6, 5. O da elə bizə D variantında qeyd olunub. İndi gəlin keçək 24-cü sualımıza baxaq. 24-də nə deyir bizə? Sabit gücə malik mühərriki olan avtomobilin kinetik enerjisini 4 dəfə artıranda onun dartı qüvvəsi, uşaqlar, gəlin elə bax, dartının kinetikdən, dartının impulsdan olan düsturumuzu bilməyə ehtiyac yoxdur. Dartıdan sürət arasında əlaqə düsturunu, ifadəsini biləndən sonra elə kinetikdən, sürətdən, həmçinin impulsdan, sürətin əlaqəsindən dartıya gəlib çıxa bilərik. İndi gəlin sizə göstərim necə. F dartı bərabər idi, dedik nə idi? Gəlin birinci düsturumuzu qeyd edim, oradan gələk. N bərabər idi, F dartı vurulsun V idi. Buradan da təbii ki, məndən istədiyi nədir? Dartı qüvvəsi. Dartın tapanda olurdu nə? N bölünsün V-yə. İndi gəlin bunu burada olduğu kimi saxlayaq. Birinci sürətlə bağlı ipucunu tapın, ondan sonra dartını müəyyən edin. Məsələnin şərtində bizə nə deyir? Kinetik enerjisi 4 dəfə artdı. Biz bilirik ki, uşaqlar, YK bərabər idi nəyə? MV kvadratı bölünsün 2 idi. Buradan tapanda V-ni olacaq nə? Kök altında 2 YK bölünsün nəyə? Əlbəttə ki, M-ə. Çünki kvadratdan azad edəndə kök meydana çıxır. Həmçinin yanakı kəmiyyət də tərsdir. V-nin yanındakı düşdü məxrəcə, qalan hamısı qalxacaq sürəti. İfadə nədir? Kökdə 2YK bölüm. İndi kinetik 4 dəfə nə deyir bizə? Kinetikimiz 4 dəfə azaldı. Əlbəttə ki, sürətimiz də nə edəcək uşaqlar? Gəlin biraz böyük yazın. Kinetik 4 dəfə azaldı. Onda sürət də nə edəcək? Azalacaq. Çünki kinetik, sürət, impuls eyni qanunla dəyişən kəmiyyətlərdir. Hamısı hərəkətə xas kəmiyyətlər idi. Sürət də azalmalıdır. Amma necə azalacaq uşaqlar? Gördüyünüz kimi burada kök var. Kökdən 4 neçə çıxır? 2 kimi çıxır. Yəni sürət artıq 2 dəfə azalacaq. İndi gəlin baxaq burada. Sürətin 2 dəfə azaldığı yerdə dartı əlbəttə ki, nə edəcək? 2 dəfə artacaq, tərs asılıdır. Yəni cavabımız elə baxın burada nədir? 2 dəfə azalar, yəni A variantı. İndi gəlin keçək uşaqlar. Baxaq burada. Görə 25-də nə deyir bizə? 25-də kinetik enerji 4 dəfə azalanda tərsidir. Kinetik enerji 4 dəfə azalanda artıq sürətimiz nə edəcək? Mən 24-də artan nəzərə almamışam. Elə bizim baxdığımız 25-dir. Bax, bizim baxdığımız 25 idi. Gözləyin, burada düzəldək. Deməli, sürətimiz burada kinetik enerjinin 4 dəfə azalması ilə 2 dəfə azaldı. Dartı da artıq sürətdən tərs asılı olduğu üçün dedik ki, sürət 2 dəfə azalan yerdə dart əlbəttə ki, nə edəcək? 2 dəfə artacaq. Onda 25-də cavab nədir? 2 dəfə artar. 24 indi bunun tərsidir. Deməli, kinetik enerji 4 dəfə artan yerdə sürət dediyi kinetiklə eyni qanunla dəyişir, amma kökü ilə. Sürət nə elədi? 2 dəfə artdı. Sürətin 2 dəfə artdığı yerdə bu düsturda artıq baxanda, deməli, görürük ki, sürət 2 dəfə artan yerdə dartı 2 dəfə nə edəcək? Azalacaq. Çünki tərs asılıdır. Ona görə burada da cavabımız 24-də nə deyir? 2 dəfə azalar, yəni A variantı. İndi gəlin baxaq 26-cı sualımıza. 26-da nə deyir? Sabit gücə malik mühərriki olan avtomobilin dartı qüvvəsi 2 dəfə artdıqda onun kinetik enerjisi. Deməli, uşaqlar, gəlin baxaq. Deməli, 26-da nə deyir? Dartı qüvvəsi 2 dəfə artdı. F dartı bərabər idi nəyə? M bölünsün V-yə. Dartı 2 dəfə artan yerdə sürət nə edəcək? Əlbəttə ki, 2 dəfə azalacaq. Sürətin 2 dəfə azaldığı yerdə YK bərabərdir MV kvadratı böl 2-yə görə, təbii ki, sürət 2 dəfə azalırsa, kinetik onun kvadratı ilə düzdür. Kinetik isə 4 dəfə nə edəcək? Azalacaq. O da hansı variantda verilib bizim üçün elə? A variantında verilib. İndi keçək 27-ci sualımıza. 27-də nə deyir? Deyir ki, hansı mülahisələr doğrudur? Avtomobilin mühərrikinin gücünü dəyişmədən dartı qüvvəsini 2 dəfə artıranda. Deməli, F dartı bərabərdir M bölünsün V-dən. Dartını, deməli, 2 dəfə nə eləmişəm? Artırmışam.
Və sürət nə edəcək uşaqlar? Güc sabitdir. Baxın, özü deyir. Mühərrikin gücünü dəyişmədən, yəni gücümüz sabitdir, onu görməzdən gəlin. Onda sürət necə dəyişdi? Sürət isə 2 dəfə azaldı, qeyd edək. Sürətimiz nə elədi deməli? 2 dəfə azaldı. Sürət və impuls əkiz xarakterə malik kəmiyyətlər idi. Niyə görə? Çünki düstur nə idi? P bərabərdir mv. Təbii ki, sürətin 2 dəfə azaldığı yerdə impulsda nə edəcək uşaqlar? 2 dəfə azalacaq. İndi keçək kinetikə. Kinetik nə idi? YK bərabər idi. mv kvadratı bölünsün 2 idi. Sürət 2 dəfə azalan yerdə kinetik onun kvadratı ilə düz asılı idi. Kinetik nə edəcək? 4 dəfə azalacaq. Deməli, avtomobilin impulsu nə elədi? 2 dəfə azaldı. Deməli, bu da harda verib? Oldu doğru variant ikinci. Daha sonra kinetik enerjisi 4 dəfə azalır, kvadratı ilə sürətin dedik, düzdür. O da oldu 5-ci. Yəni doğru cavabımız 2 və 5-dir. İndi gəlin keçək baxaq 28-ci sualımıza. Uşaqlar, bu elə bizim bayaq baxdığımız suallardan da sadəcə burada indi açıq tipli verib. Hansı sualımızdan idi? Özdə baxın, burada sizə qeyd edim. 18-dən. Eyni sualda konkret, yəni ona görə düsturumuzu artıq bir də çıxarmayacağım. Yəni düsturu birbaşa yazıram. Bizdən istədiyi nədir? Təkərlə yol arasındakı sürtünmə əmsalıdır. Dedik ki, M bərabər idi nəyə? F sürtünmə vurulsun V-dir. Çünki əgər sürtünmə əmsalı varsa, sürtünmə qüvvəsi var. Onda N də bərabərdir mu, M, J, V yazırıq. Yəni gətirib bütün qiymətləri yerinə qoyaq. Gücü vermişdi 60 kW, 60 vur 10 üstü müsbət 3. Miyonu bizdən soruşur, kütləni verib 2 ton, yəni 2 vur 10 üstü müsbət 3. J'miz 10'dur. Sürətimizi 18-də 5'ə vurub metr böl saniyə çevirəndə eləyəcək təbii ki, neçə uşaqlar? 15. Onda 10 üstü 3'lər getdi buradan. Daha sonra 15'ə də aparanda qaldı burada nə? 4 bərabərdir deməli. 2 mu vurulsun nəyə? 10'a. Hər tərəfi 2'yə də aparanda ilə 2 bərabərdir 10 mu'ya. Mu da bərabər oldu. Əlbəttə ki, nəyə? 0,2'yə. Yəni, sürüşmə sürtünmə əmsalımızda adsız kəmiyyəti vahidi yoxdur. Elə 0,2'yə bərabər olacaq. 29'da isə güc istəyir. M bərabərdir nədir? Mu, M, J və 29 da eyni ilə 19-cu sualdan tamamilə eynidir. Ona görə yenə düstur çıxarılışına getmədim. Deməli, baxırıq ki, sürüşmə sürtünmə əmsalı verib neçə? 0,4. Kütləni verib neçə? 2 ton, yəni 2 vur 10 üstü müsbət 3. J'miz 10'dur. 36 kilometr böl saatdir. Metr böl saniyəyə çevirəndə 18'də 5'ə vuraraq, o da neçə eləyəcək? Təbii ki, 10. Deməli, uşaqlar, onda buradan bu sıfırdan, baxın bir dənə düzgün yazdıq mı? Deməli, miyonu 0,4 verib, kütləni verib 2 ton, 2 vur 10 üstü müsbət 3. J'miz 10'dur. V'miz də 18'də 5'ə vurduq, 10 elədi. İndi təbii ki, buradan artıq onu da hesablayaq. Deməli, bu 0, bu 0 getdi. Qaldın da 4 vurulsun, 2 vur, 10 vur, 10 üstü müsbət 3. 10 üstü müsbət 3'dən işiniz yoxdur. Cavabı çünki sizdən kilodan istəyir. Elə onu olduğu kimi saxlayırıq. Onda 4'ə 2'yə 8, 8'i də 10'a 80. Cavabımız nəymiş? 80 kilovat imiş. Baxın, bu da bizim deməli mexaniki güclə bağlı olan suallarımızın izahı idi uşaqlar.